Salam uşaqlar, hədəf kursları 22 fevral buraxılış sınağının riyaziyyat hissəsini izah edir. 57-ci sualdan başlayaq. Deməli, n sayda nöqtə qeyd olunub düz xətt üzərində. Şua sayı soruşulur. Şua sayı düsturunda 2n olduğunu biliriksə, deməli A bərabər 14, B bərabər 8, C də bərabər 2 olacaq. Və bizə deyir ki, A topla 2B topla 3C cəmini tap. A, yəni 14, topla 2B, yəni 16, toplansın 3C, yəni 6. Bu cəmi bizdən soruşur. Bu cəmdə 36 eləyəcək. Cavab A. Keçək o bir suala. 58-ci sualda 10-dan böyük 20-dən kiçik sadədlərin cəmini tapaq. 10-dan böyük 20-dən kiçik sadədlər 11-dir, 13-dür, 17-dir və 19-dur. Bu sadə ədədlərin də cəmi nə eləyəcəkdir? 30 və 30, 60. Yəni cavab E variantı. 59-cu sualda bu aralıqda yerləşən 7-yə bölünən ədədlərin sayını tapmaq lazımdır. 7-yə bölünən ədədlərin sayını tapmaq üçün dənə-dənə tapmağa ehtiyac yoxdur. Bir düsturumuz var. Axırıncıdan əvvəlincini çıxıb 7-yə bölüb üzərinə 1 əlavə eləməliyik. Axırıncı 7-yə, bu aralıqda axırıncı 7-yə bölünən ədəd 119-dur. 7-yə bölündə 17 alınır. Çıx. Əvvəlinci 7-yə bölünən ədəd 28-dir. 7-yə bölürük. Üzərinə də 1 əlavə edirik. O da cavab 14 edəcək. Cavab B variantı. Keçirik növbəti sualımıza. 60-cı sualda deyir ki, tərəflərin uzunluqları natural ədədlər olan paralleloqram bir tərəf digərindən 2 dəfə böyükdür. Bir paralleloqram çəkirik. Bu paralleloqram bir tərəfi x, digər tərəfi 2x olacaq. Qarşı tərəflə bərabər olduğundan onları da eyni qeyd eləsəm, perimetrin 6x olduğunu görəcəksiniz. Tərəflər natural ədədlər olaraq verilibsə, deməli 6-ya bölünən olmalıdır perimetr. Variantlar arasında da 6-ya bölünən yeganə ədədin 48 olduğunu görürük. Cavab C. 61-ci sualda verilən kəsirlərdən hansıları sonlu onluq kəsir şəklində göstərilə bilər? Sonlu onluq kəsir şəklində göstərmək üçün gərək məxrəclər yalnız 2 və 5 ruhlardan ibarət olsun. Bu kəsirləri bir dəfə də yazıram. 20-də 7. Niyə bir dəfə də yazırıq? Çünki ixtisar aparıldığından əmin olaq. 15-də 11. 3-cü kəsir 40-da 13. 4-cü kəsir isə 45-də 8. Heç birində ixtisara ehtiyac varmı? Xeyr. Yəni ixtisar aparıldıqdan sonra məxrəclərdə 2 və 5 vuruqların olduğunu görmək lazımdır. Baxırıq ki, 20, 2 vur 2 vur 5. Bu onluq kəsir kimi göstərilə bilər. 15 xeyr, orada 3 vuruğu var. Ona görə göstərilməz. 40, 2 vur 2 vur 2 vur 5. 2 vur 2 vur 2 vur 2 vur 5, bəli. Göstərilə bilər. 45-də 3 vuruğu var deyə 45-də olmaz. Bu kəsirlərdən hansılar? Demək 20-də 7 ilə 40-da 13. 20-də 7 ilə 40-da 13 hansı variantdadır? B. Cavab B. Keçirik, alırıq 62-ci suala. 62-ci sualda B-dən A-nı çıxmaq lazımdır. Yəni B çoxluğundan A çoxluğuna aid elementlər çıxmalıyıq. Ortaq elementləri tapsaq, görərik ki, ortaq elementlər 3-dür. Sonra ortaq element varmı? Baxırıq, 8, 16. Xeyr, ortaq element yoxdur. O zaman B-dən A-ya aid olan 3-ü silsək, 10, 11, 17, 20. Və buradakı elementlərin sayı 4 dənə olacaq. Cavab C. 63-cü suala baxırıq. Düzbucaqlı üçbucağın daxili bucaqlarından biri 50 dərəcə olarsa, onun ən böyük xarici bucağını tapın. Düzbucaqlı üçbucaq çəkirik. Daxili bucaqlarından biri 50 dərəcədir. Onda digər iki bucaq da 40 dərəcə olacaq. Ən böyük xarici bucaq üçün ən kiçik daxili bucağa baxmaq lazımdır. Ən kiçik daxili bucaq 40-dırsa, xarici bucaqda bu 40-ın qonşusu olacaq. Yəni 140 cavab C. 64-cü sualda 20% 30 olan ədəd tapmaq lazımdır. Yəni x vurulsun %20 bərabər 30 eləməlidir. Və buradan x-i tapmaq üçün 30-u 100-ə vurub 20-yə bölməliyik və nəticədə cavab 150 edəcək. Yəni D variantı. 65-ci sualda çevrə daxilində diametrə söykənən daxilə çəkilmiş bucağın qaydaya görə 90 dərəcə olduğunu bilirik. Cavab B. Həm də ki, 180 dərəcəyə söykənən daxilə bucaqda deyə bilərsən, daxilə çəkilmiş bucaq. 65-ə cavab B. 66-cı suala keçid alırıq. Nisbətlər verib, yəni A 3x-dir, B 7x-dir. Əkobda 3-dən 7-yə əkob tapırıq 21 və nəticəyə 21x yazırıq, bərabər 42 eləyir, x bərabər 2. X bərabər 2-dirsə, A 3x, yəni 6 idi, B 7x, yəni 14-dür, A ilə B-nin cəmi isə 20, cavab Y variantı. 67-ci sualda tərəfinin uzunluğu ən böyük sadə rəqəm olan ən böyük sadə rəqəm 7-dir. Bir də baxırıq, bəli 7-dir. Tərəfinin uzunluğu ən böyük sadə rəqəm olan kvadratın, yəni 7, 7, 7, 7. Perimetrini tapırıq 28, cavab C. 68-ci sualda iki tərəfin uzunluğu 5, 12 olan korbucaqlı üçbucağın
İki tərəfin uzunluğu 5 və 12 olan bir çorbucaqlı üçbucaq var. Perimetrin ala biləcəyi ən kiçik tam qiymət tapaq. Əgər bu çorbucaqlı üçbucaq yox, düz bucaq olsaydı, bunun perimetri 5, 12, 13 olaraq olardı neçə? 5 üstəgəlsin 12 üstəgəlsin 13 bərabər 30 olardı. Amma bu bucaq düz bucaq yox, kör bucaq olduğundan o zaman perimetrdə 30 yox, 30-dan böyük olmalıdır. 30-dan böyük ədədlər içərisində ən kiçik isə 31 A variantı. A və B çoxluqları üçün NA10, MB7 olarsa, kəsişmə 3 olarsa birləşməni tapaq. 2 dənə Euler Venn diaqramı çəkirik. NA10, MB7 olarsa, kəsişmə də 3 olarsa, birləşməni tapmaq üçün düstura əsasən 10 üstəgəl 7 çıxılsın 3 bərabər 14 yazmalıyıq. Cavab A variantı olacaq. Keçid alaq 70-ci suala. 2 ədədin ədədi ortası 16-dır. A üstəgəl B bölü 2 bərabər 16-dır. O zaman bu ədədlərin cəmi bərabər 32 edir. Bu ədədlərin cəminin 2 mislini tapaq, yəni 64. Cavab D variantı. 30-dan kiçik 2 rəqəmli mürəkkəb ədədlər çoxluğu ilə 30-dan kiçik 2 rəqəmli mürəkkəb ədədlər çoxluğu ilə onluq mərtəbəsi 2 olan 2 rəqəmli mürəkkəb ədədlər çoxluğu B ilə işarə olunarsa, bunların kəsişməsini tapaq. Yəni ki, biz nəyi tapmalıyıq? 30-dan kiçik 2 rəqəmli ədədlərdən 30-dan kiçik 2 rəqəmli ədədlər arasında onluq mərtəbəsi 20 olan 2 rəqəmli mürəkkəb ədədlər çoxluğunu tapmalıyıq. Yəni 20 ilə 30 arasındakı mürəkkəb ədədlər soruşulur. Baxırıq 20, 21. Demək 30-dan kiçik 2 rəqəmli mürəkkəb ədədlər çoxluğu ilə onluq mərtəbəsi 2 olan 2 rəqəmli mürəkkəb ədədlər çoxluğu B və bunların kəsişməsini tapmalıyıq. Bəli. Bu şərti ödəyən ədədlər 20, 21, 22, 23 sadə ədəddir olmaz. 24, 25, 26 olar, 27 olar, 28 olar, 29 da sadə ədəddir olmaz. Yəni səhv eləmiriksə budur və onluq mərtəbəsi 2 olan 2 rəqəmli mürəkkəb ədədlər. Bəli, 20 də bura daxildir. Və sayada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə ədəd olduğunu görürük. Cavab E variantı. 72-ci sualda usta birinci gün işin 2də 1 hissəsini, ikinci gün qalan işin 5də 2 hissəsini bitirdi. İşin neçə faizi bitirilməmiş qaldı. İşin 2də 1 hissəsi görülsə, 2də 1 hissəsi yerinə yetirilməz. Sonra 5də 2 hissəsi görülübsə, 5də 3 hissəsi yerinə yetirilməmiş olar. O zaman qalan hissə nəticə olaraq 10-da 3 olmuş olur. 10-da 3 də 30%-ə bərabərdir. İşin 30%-i bitirilməmiş qaldı. Cavab 30%. Neçə faizi? 30. Düz xətt üzərində 7 nöqtə qeyd olunubsa, alınan parçaların sayı n vurulsun n çıx 1 bölgə düsturuna hesablanır. Yəni 7 vurulsun 6 bölünsün 2 bərabərdir 21. 74-cü suala baxırıq. Hipotenuzu 25. Hipotenuzu 25. Kiçik kateti 7 olan düzbucaqlı tutağın digər katetini Pifagor teoremi ilə tapmalıyıq. 7-nin kvadratı toplansın x-in kvadratı bərabər 25-in kvadratı hesablasaq, x bərabər 24 olacaq. Cavab 24. Keçid alaq digər suala. Torbada 6 sarı, 14 dənə qırmızı, n dənə yaşıl top var. 3 top çıxarılıb kənara qoyulur və torbada qalan topların 7-də 2 hissəsi sarı olur. Çıxarılan heç bir top sarı deyilsə, demək torbada 6 dənə sarı top var. Və top neçə dənə sarı top olduğunu biliriksə, demək 7-də 2 hissəsi 6 olan ədəd tapırıq. Yəni torbada x dənə top qalıb, tutaq ki. Bu topların 7-də 2 hissəsi sarıdır, yəni 6-dır. 2x bərabər 42-dən x bərabər 21. Yəni torbada 21 dənə top qalıb. Nə vaxt 21 dənə top qaldı? 3 top çıxarılıb kənara qoyulandan sonra. Demək əvvəl torbada nə qədər top var idi? Əvvəlcə torbada 24 dənə top var idi. O zaman bu 24 dənə topdan 6-sı sarı, 14-ü qırmızı isə 20 dənəsi bunlar elədir. Demək n də bərabər 4 olmalıdır. N bərabərdir 4. Keçək növbəti suala 76. İsmail 3 gün ərzində 100 test edirsə, demək bu İsmail bir günə 100 dənə test edir. Həsən 8 gündə 200 test işləyirsə, Həsən də bir günə 25 test işləyir. Deyir ki, bir həftə ərzində İsmail Həsəndən nə qədər çox test işləyər. İsmail bir həftəyə 700 dənə test, Həsən bir həftəyə 175 dənə test işləyər. Bunlar da bir-birindən çıxsaq 525 edəcək. Demək İsmail Həsəndən 525 vahid daha çox test işləyir. 77-ci sualda bu aralıqda yerləşən tam ədədlərin modulları cəmini tapaq. Bu aralıqda yerləşən tam ədədlər -3, -2, -1, 0, 1, 2, 3, 4 və 5 olacaq. Bunların modulları cəmini hesablasaq, 3 üstəgəl 2 üstəgəl 1 üstəgəl 0 üstəgəl 1 üstəgəl 2 üstəgəl 3 üstəgəl 4 üstəgəl 5 bərabər
1-dən 5-ə qədər ədədlərin cəmi 15-dir. 1-dən 3-ə qədər ədədlərin cəmi də 6-dır. 0-da saysaq cavab 21 olacaq. Modullar cəmi 21. Keçsək 78-ci suala. 20% 30 qram məhlulun üzərinə 30 qram su əlavə olunsa, deməli 20% 30 qram məhlulda nə qədər duz var, onu tapırıq. 30 vurulsun %20 bərabər 6 qram duz var. 6 qram duz. Və biz bilirik ki, məhlulun ümumi faizi duz böl ümumi, yəni duz bölünsün, ümumi vurulsun 100% şəklində tapılır. Duz böl ümumi 30-dur. 30 qram da su əlavə olundu, oldu 60. Bu faiz tapmaq üçün nə etməliyik? 30-u 60-a bölüb 100%-ə vurmalıyıq. O da 10% edəcək. Cavab 10%. 79-da diaqonalların uzunluqları 16-3 olan rombun perimetrini tapırıq. Deməli, bir dənə romb çəkirik. Səliqəli bir romb çəkək. Bu rombun diaqonalların uzunluqları, 2 dənə də diaqonalını çəkirik. Bu diaqonalların uzunluqları 16 və 30-dur. Biz də bilirik ki, rombun diaqonalları kəskin nöqtəsində yarı bölünür. 16-nı yarı böl 8-ə 8, 30-u yarı böl 15-ə 15. Burada 8-15-dən bir dənə düzbucaq alındığını bilirik. Çünki rombun diaqonalları 90 dərəcə kəsişir. 8-15 Pifaqor teoreminə görə hipotenuz 17 olacaq. 8-in kvadratı topla 15-in kvadratı kökü. Rombun bir tərəfi 17-dirsə, perimetrdə 17-ni 4-ə vursaq 68 edəcək. Belə bir çoxhədli verilib, deyir ki, m-in hansı qiymətində bu çoxhədlin dərəcəsi 3 olar. Biz bilirik ki, m-in hansı qiymətində çoxhədlin dərəcəsi 3 olar. Biz bilirik ki, çoxhədlin dərəcəsinin 3 olması üçün çoxhədlinin x üstü 4 olan hissəsində əmsal 0 olmalıdır. Yəni, m kvadrat çıxılsın 25, m kvadrat çıx 25 bərabər olacaq 0. Amma dərəcə 3 olduğundan 2m çıxılsın 10 isə 0 olmamalıdır. 2m çıx 10 0 olmamalıdır. Çünki o da 0 olsa x kubu da olmayacaq və dərəcə daha da aşağı düşəcək. O zaman m kvadratı bərabər 25 olarsa, buradan m bərabər -5 və yaxud m bərabər -5 ola bilər. 2m çıxılsın 10 bərabər olmasa 0-a, 2m 10 olmasa, m də 5-dən fərqli olmalıdır. İndi iki nəticəni göz qabağında bulundursaq, m -5 5 olsun deyir. Digər halda isə m-in -5 olmaması deyilir. O zaman m bərabər -5 olmalıdır. Cavab -5. Sonuncu sualda isə minor qövslənin dərəcəsinə əsasən alfa qövsünün dərəcəsini tapmaq lazımdır. Ən başdakı qövsə bir x desək, biz bilirik ki, x tapmaq üçün uzaqdakı qövsdən yaxındakı qövs çıxılıb yarı bölünməlidir. Yəni 70 dərəcədən alfa çıxılıb yarı bölünməlidir. Və yaxud x-i tapmaq üçün içəridəki çevrəyə baxarsaq, içəridəki çevrəyə baxanda 50-dən 20 çıxılıb yarı bölünməlidir. Yarı bölünmələri saymasaq, 70 çıxılsın alfa bərabərdir 30 dərəcə olarsa, alfa bərabərdir 40 dərəcə olmalıdır. Cavab 81-ci sualda 40 dərəcə. Bununla da 8-ci sinif sual izahları bitmiş oldu. Ümid edirəm ki, faydalı olmuşdur.